Qadınlar çox danışırlar. Onların çox güclü yaddaşları var. Bir neçə il qabaq olan hadisəni də sizə detallı şəkildə danışa bilərlər. Vəsvəsəlidirlər. Fikirləri həmişə narahatdır. Ay uşağım niyə böyümür? Ay uşağım niyə kilo almır? Ay sən hardaydın? Ay sən kimlə görüşdün? Bu tip suallarla beyinləri qaynayır. Qadınlarda depressiya meyillilik çox güclüdür. Onlar histerikdirlər. Tez-tez sual verə bilərlər ki, sizə bəs məni istəyirsən, niyə məni istəmirsən, niyə mənə az maraq göstərirsən? Bu tip suallar verə bilərlər. Və bunların hamısı onların bir qadın beyninə sahib olduğunu göstərir. Bu isə bioloji olaraq təsdiqlənmiş hadisədir. Belə ki, əgər 4 barmağınızı götürsək, qadın və kişi beyinlərini araşdırsaq, yəni daha doğrusu ana bətnində olan uşaq qadın hormonlarının təsiri altında yoxsa kişi hormonlarının təsiri altında yetişdiyini bilmək olar. Əgər sizin ikinci barmağınız 4-cü barmağınızdan uzundursa, deməli sizin beyniniz qadın beynidir və siz ana bətnində qadın hormonlarının təsiri altında yetişmisiniz. Yəni estrogenin təsiri hakimliyi altında yetişmisiniz. Bəs bu nə kimi xüsusiyyətlərə səbəb olur? Az öncə sadaladığım qadınların çox bilinən xüsusiyyətlərinə səbəb olur. Qadının yaddaşının güclü olmasının səbəbi onun ana bətnində gəlişərkən, formalaşarkən ilkin olaraq beynində yaddaş mərkəzinin yaranması ilə əlaqədardır. Növbəti videoda isə kişidə hansı mərkəzin daha aktiv olduğu və yaxud da aktiv olmadığı haqqında danışacağam. Amma qadınlar bəs niyə görə çox danışırlar? Çünki beynimizin broka mərkəzi dediyimiz, hardasa təqribən bu hissələrdə olan danışma mərkəzi göstərilmişdir ki, kişilərlə müqayisədə 2 dəfə böyükdür. Bu isə onların daha çox danışmağının səbəbini göstərir. Yəni bu qadının mənfi xüsusiyyəti kimi qələmə verilir, amma bu edəcəyi bir şey yoxdur. Beynin quruluşu budur. Bu onun beyninin xüsusiyyətidir. Daha sonra isə korpus callosum dediyimiz bir hissə var idi. Ötən videolarda da demişəm insan beynində. Bu isə 2 beyin yarımkürəsini bir-biri ilə ortadan birləşdirən bir maddədir. Yəni strukturdur. Həmin bu struktur da görülmüşdür ki, qadınlarda daha yaxşı inkişaf edib. Bu isə nə deməkdir? Bu isə qadın beynində sağ və sol tərəf arasında sürətli rabitənin olması deməkdir. Yəni qadınlar sürətli düşünürlər. Ancaq digər tərəfdən bütün bunlar sadaladığım qadının yüksək intellektli olduğunu nə qədər göstərir deyə bilmirəm. Çünki digər tərəfdən isə qadının beyninin bu cür sürətli düşünməsi dezavantaj ola bilər. Çünki qadın buna görə yaxşı, daha doğrusu aydın qərarlar verməkdə çətinlik çəkir. Əgər siz bir mağazaya girmisinizsə, tutaq ki, bir boş qab aldınız, bir qab aldınız, məsələn, atıram qırmızı rəngdə. Sonra çıxırsınız, çıxışa yaxın kimsə sizə deyir ki, mavilər daha yaxşıdır. Siz dönüb çox hallarda o mavi qabı alacaqsınız. Və yaxud da başqa bir misal olaraq göstərə bilərik ki, həyatın içinə baxsaq, qadınların çox halda qərar verməkdə çətinlik çəkdiyini görürük. Bu isə onların beynində o qədər informasiyanın olması əlaqədardır ki, o qədər güclü bir informasiya rabitəsi var ki, sağ beyin, sol beyin. Ona görə də məhz qadın beyni detallara girir. Qadın beyni belə deyək, loğru dildə çox eşəliyir, çox araşdırır, çox dərinə gedir. Məsələn, bir kişiyə desəm ki, al bu topu at, o dəqiqə atar. Yəni misal verirəm, çox da sorğulamaz bunu, atar. Amma bir qadına desən ki, götür bu topu təpi ilə, məsələn, təpi vur, uzağa göndər, o zaman onun ağlına min dənə şey gələr ki, bəs yoldan keçən uşağa birdən dəysə, birdən gedib kiminsə pəncərəsinə dəyib şüşəsini qırsa, birdən çiçəklərə dəysə, nə bilim çiçəkləri dağıtsa falan filan. Yəni o qədər xaotik bir beynə sahibdir qadın beyni. Amma digər tərəfdən də bizim beynimizdə, yəni qadınların beynində belə bir şey yerləşdirilmişdir ki, məhz uşağa qarşı maternal davranışlar, yəni anaya bənzər ana davranışları hakimdir, yəni qadın beynində. Bu isə məhz uşağa sevgi göstərməsi ilə əlaqədardır. Yəni uşağa sevgi göstərir, onun qidalanmasını önəmsəyir, onun isti qalmasını önəmsəyir. Və araşdırmalar göstərir ki, qadınlar bu davranışları öz həyat yoldaşlarına qarşı da göstərirlər. Yəni həyat yoldaşıma yemək hazırlasın, həyat yoldaşının üstünü örtsün məsələn. Yəni bu tip uşağa yanaşdığı sevgi ilə maternal davranışlarla, yəni ana davranışlarla həmçinin həyat yoldaşına da davranır. Və bu isə onun, dediyim kimi, beyninin biolojik xüsusiyyətlərindən irəli gəlir. Və
Siz də məsələn özünüzdə də yoxlaya bilərsiniz. Əgər sizin də ikinci barmağınız dördüncü barmağınızdan uzundursa, deməli sizin beyniniz qadın beynidir. Fərqi yoxdur. Bu kişilərə də aiddir. Yəni kişinin də ikinci barmağı daha uzundursa, onun beynində qadın hormonlarının təsiri altında formalaşma var. Yox, əgər dördüncü barmağınız daha uzundursa, bu sizin beyninizin ana bətnində olarkən testosteron hakimliyi nəticəsində gelişdiyini, inkişaf etdiyini göstərir. Bu isə mövcud kişi beyninin yaranmasına səbəb olur. Bəs kişi beyninin hansı xüsusiyyətləri var? Növbəti videoda da onlar haqqında danışıram.